İl sonu söhbətində xoş gördüm səni. Çayını, qəhvəni al və masa başına keç. Bugün səndən danışacağımız maraqlı söhbətlərimiz var. Salam, videoma xoş gəlmisən. 2025-ci ildən vedalaşırıq səninlə birlikdə. Keçən videodan sonra yəqin ki, biraz sorğulama eləmisən, durumları görmüsən. Bugün isə tamamilə sağollaşma üzərinə işləyək burada öz aramızda birlikdə. Çünki hər il bizə nəsə qatır. Hər il bizdən nəsə alır. Hekayəmizə yeni insanlar gəlir. Hekayəmizdən çox sevdiyimiz, 100 il sonra da ömür varsa birlikdə olacağımızı zənn etdiyimiz insanlar ən adi səbəbdən, bəzən heç bilmədiyiniz şeylərlə hekayənizdən çıxır. Bəzən ən böyük arzularınız aktuallığını itirir. Bəzən heç mən onu istəmərəm, heç mənim o mövzuda gözüm yoxdur dediyiniz şey ən böyük arzunuz olduğu ilə üzləşirsiniz. Hər il biz biraz daha inkişaf edirik. Və inkişaf birdən-birə olan, bir gecədə olan, hansısa bir xüsusi hədəf qoyulub bir həftədə çatılan bir şey deyil. Bəlkə xatırlayarsınız, köhnə postlarımda, 2020-nin, 2019-un postlarında biz tez-tez challenge'lar eləyirdik. Bir hədəf qoyurduq, 50 gün, 60 gün, 100 gün onları eləyirdik. Bəzən 80-90-cı günlərdə bir vaz keçməyə ehtiyacı falan gəlirdi. Amma məsələnin bunlar olmadığını anladım zamanla. Hekayə əslində yaşamaq idi. Və bu dəfə özündən sorur. Görsən bu il neçə gün yaşamısan? Və sən neçə günü yaşamaq adlandırmısan? Gözlə, qeybət edəcəyik. Ümumiyyətlə, mən bəzən görürəm, insanlar yaşamaq adlandırır məhz gedib gəzdiyi, əyləndiyi, yemək yediyi günləri. Bəzən heç onları da adlandırmır. Bəzən tamamilə yeni, fərqli, hekayəsində olmayan şeyləri yaşamağı adlandırır. Və bəzən də sən necə yaşayırsan, yaşamın necə gedir sualına, ay filan xan, belə yaşayış olar filan cavabları alıram. Amma məsələmiz bunlar deyil və heç bir vaxtda bunlar olmamışdı. Çünki mövzu daha dərindir. Yaşamaq əslində hər gündür, hər andır. Sən yaşamağı seçdiyin müddətcə var. Və ən çox bilməyini istədiyin bir şey var. Yaşamını sən şəkilləndirirsən. Zaman-zaman bunu daha dərindən anlayırsan, zaman-zaman daha dərindən hiss edirsən. Amma indi həqiqətən dərk eləməyini istəyirəm. Zamanın, həyatın, bundan sonraki gələcəyin bütün ipləri sənin əlindədir. Gəl 2025-lə sevgi dolu vedalaşaq. Sənə qatdığı və səndən apardığı hər şeylə. Əslində 2025 sənin üçün nəsə eləmədi. Eləyən sən idin, sənin zehnin. Dünyadakı hər şey kimi. Sadəcə baxman gərəkən bir mövzu var. Sən indi həyatında hardasan? Niyə oradasan? Harda olmaq istəyirsən və niyə? Bəzən insanlar özlərinin niyələrini bilmirlər. Niyəsini bilməyən insan bir şeyin necəsinin axtarışında olur. O heç bilmir bunu niyə eləmək istəyir. Sadəcə axtarır, mən necə varlana bilərəm, necə dərim belə ola bilər, belim belə ola bilər, gözüm belə ola bilər. Bir ideallıq anlayışı yaradır özündə və uzun müddət bunun arxasından qaçır və sonra bu heç cür alınmır və olan qalan motivasiyası da orada yolda xarab olur. Ehtiyac yoxdur. Ehtiyac yoxdur ona görə ki, sən artıq qəbullanmalısan bəzi şeyləri. Sən qəbullanmalısan ki, sən busan. Və sən qəbullanmalısan ki, başqa bir obraz olmağa çalışmağının mənası yoxdur. Sən özündə dərinləşməlisən. Əgər biz səndən elə məhz bu il 2025-də kəsişmişiksə, bu 2025-in qazandırdıqları listəsində kanalın, mənim, komandamın ismini qeyd eləməyi unutma. Çünki bu bir minnətdarlıq olacaq. Bu təşəkkürü etməyi unutma. Mən özümdən bəhs eləmirəm. Ümumi olaraq bax, həyatın sənə gətirdiklərini, gördüyün, tanıdığın insanlar, hansı ki onlar sənə dəyər qatdılar. Hər bir hadisə sənə dəyər qatdı. Və bu ilin sonunda aktuallığını itirən arzularına bax istəyirəm. Yeni ildə istədiklərinə bax istəyirəm. Adətlərimə sadiq qalaraq böyük ehtimalla arzulara dair bir şeylər danışacağıq. Amma mütləq ki, sənin bir il hesabat etməyini istəyirəm, bitirməyini istəyirəm. Bəzi şeylərin bitməsi gərəkir. Mən
hər il ilin sonunda belə çalışmalar görürəm. Biz də eləyirik. Arzularla bağlı, gələn il necə nə demək lazım, manifest şeyləri, tabloları məndəki burdadır. Hətta indi onu sizə göstərəcəm. Wait. Günəşin altında durduğu üçün rəngində biraz kayboluş var. 80% tamamlanıb. Sadəcə xarici ölkələr qalıb. O da bu il səyahət etməyi seçmədim. Başqa hədəflər qoydum və onları elədim. Hansı ki onlar burada yoxdur və mən bunu hazırlayarkən o hədəflər məndə yox idi. Təşəkkür edirəm 2025 və Fidan. Amma desəm ki, möcüzə bunu elədiyim özəl gündə idi. Zənn eləmirəm. Möcüzə ola bilərdi onu elədiyim gözəl qızlar. Bizim xanımlarla birləşib eləmişdik. Yəqin ki, bu il təkrar belə bir görüşməmiz olacaq. Bu görüşmələrin hansısa bir xüsusi anlamı ya da heç bir kommersiya məqsədi daşımır. Sadəcə könlüm iştirakçılarımla, özüm kafada düşünən insanlarla birləşib arzularımızı tanışmaq və bir kart hazırlamaq olmuşdu və vision boardlarımızı birlikdə düzəltmişdik. Şimdi deməm o ki, biz bunları eləyirik. Bəli, bunlar çox gözəldir, insanlar çox motive olur, insanlar həyəcanlanır, telefonumuzun ekranına qoyuruq. Gözəl arzulara, yeni həyatlara, yeni versiyonlarımızı bilmək və onlara tərəf getmək xoşdur, maraqlıdır, əyləncəlidir. Amma keçmişin yüklərini də buraxmaq lazımdır. Bu məsuliyyəti götürməyi öyrənməlisiniz. Siz hardasa bir yerdə kəşf eləyəcəksiniz ki, siz mütləq ki, zehninizlə işləyib bu keçmişi bitirməniz lazım idi. Ümumiyyətlə, birisi məndən soruşanda ki, necə eləyim keçmişdən çıxım? Deyirəm, bu uzun müddətli bir periodda. Əgər sən tamamən keçmişdən çıxmaq istəyirsənsə, sən belə maraqlı bir qəza keçirməli, dərin bir zəhərlənmə keçirməlisən və beynin bütün keçmişi silməlidir. Sağlam bir formada keçmişin silinə bilməz. Bu yoxdur. Ki zaten keçmişinin silinməyi lazım deyil. Oradan aldığın dərslərdir səni sən eləyən. O bəzən deyirlər, indiki ağlım olsaydı filan şeyi eləməzdim. Filan şeyi eləməsəydin indiki ağlın olmayacaqdı. Ona görə bu yıl yaptığımız hataların şərəfinə və səhv adlandırdığın, xəta adlandırdığın, kaş eləməzdim dediyin hər şeyin sənin bir parçan olduğunu və sənə bir şeylər öyrətdiyini qəbullənməyin lazımdır. İşin maraqlı tərəfi odur ki, həqiqətən zehinlə işləyən bir ekspertlə yola çıxsanız, onsuz da beyniniz bu mövzuda aydınlanacaq. Biri var, bir insan sənə 50 dəfə deyir ki, həyatındakı hər şey xeyirliyə baş verir. Sən bunu söz səviyyəsində bilirsən, amma həyatında heç təcrübə eləmirsən. Heç vaxt sənə çatmır ki, mənim gedib, nə bilim, ağırmağım, xəstələnməyim necə xeyirli ola bilər? Nə bilim, borclanmağım necə xeyirli ola bilər? Mənim həyatımda, məsələn, borclanma olub və mən gəlişmə yolumu oradan çox böyütmüşəm. Mən ilk dəfə onun mənə xeyirlərini görəndə həyatımın şokunu yaşamışdım və sonsuz minnətdarlıq var idi. Və bu tip aydınlanmalara, fərqindəliklərə çatmaq üçün zihnin müəyyən bölümlərinin çalışılması lazımdır. Və bu yolda mən həmişə hazıram bu mövzuda səndən işləməyə. Təbii ki, böyük, tam bir illik, hansı ki siz orada zehninizi, dəyərlərinizi, missiyalarınızı işləyirsiniz, sağlamlığa dair şeyləri öyrənirsiniz, həmçinin qadınlıq və pul, münasibətlər, iş, brendinq, satış bunların tamamının içində olduğu, bu tərimlər bizdə hər biri ayrı-ayrılıqda 4-5 rəqəmli qiymətlərədir. Fəqət bunun tamamının içində olduğu bir məktəb layihəmiz var. Müsahibədən keçdiyiniz halda daha münasib qiymətə ora qatıla bilirsiniz. Sadəcə onun bir neçə mərhələsi var. Və yeni ildə yeni bir həyat istəyirsinizsə, yeni il hədəflərinizin, 2026 hədəflərinizin içində bir illik məktəbin olmağı çox-çox tövsiyə olunan bir şeydir. Mən çox belə içdən və sevgi ilə bunu deyirəm ki, mən belə bir şey görsəydim, mütləq alardım, mütləq dəyərləndirərdim. Amma ümumən hamıya açıq bir proqramımız təbii ki olur. Keçən il Format Lux kamp eləmişdik. Bu ildə keçmiş kampı plus zehin çalışması eləyəcəyik 2 günlük. Kamp təxmini bir həftə davam eləyəcək. 2-3 gündə zehin işləyəcəyik. Ümumilikdə bir 10 günlük proqramımız var. Və dekabrın 22-si başlayacaq 2025-ci ilin tamamən vəda proqramı. Hansı ki biz 25-ci ilə qədər və ondan əvvəl özünüzlə daşıdığınız hər şeylə vədalaşmaq və zehninizdə nötrləmək və yeni bir zihin modelinə keçid eləmək üçün
Belə maraqlı bir günümüz var. Könlünüzdən keçərsə bununla bağlı da bizə yaza bilərsiniz. Və qaydaq sənin ümumiyyətlə durumlara baxışından və ən vacib etmən gərəkənlərdən. 1. Qərar ver. Gələn il üçün yeni qərarlar verməyini istəyirəm. Amma bu dəfə diqqətli ol. Qərarların eləyə biləcəyin şeylər olsun. Əgər sən heç vaxt saat 10-da qalxıb idmana getməmisənsə, yalandan özünə saat 6-da qalxacam yazma. Sən 10-da oyana bilmirsən, 6-da necə oyanacaqsan? Bunu zaman-zaman dəyişdir. Yarım saat geri çək. Qida rasionundan birdən-birə nəyisə çıxartmağa qalxışma. Yavaş-yavaş azalt. Vitaminlərinin birdən-birə bədəninə göndərmə. Yavaş-yavaş. Kənardan aldığın qida əlavələrini yavaş-yavaş alışdır. Səndən qardaş, abla, dost, mentor, necə istərsən, o qoyduğun kimliklə bir ricam var. Lütfən yeni ildən, bugündən, bu videonu izlədiyin andan özündə dəyişdirdiyin vacib bir filtr olsun, göz filtri və sən o filtri artıq gözündə bu şəkildə saxla. Mənə zərər verən və fayda verən deyəm. Yediyin bir qidada mütləq bunun sənə zərərinə və faydasına bax. Bunu da yemə pozukluğuna gətirəcək səviyyədə heç şirniyyat yemirəm, mənə zərərdir. Paniki eləmə. Arada bir canın istəyirsə ye təbii ki. Fəqət həyatının böyük hissəsi səni zəhərləyən şeylər olmasın. Yuxu rejimin, yuxuya getmədən öncə aldığın qərarlar. O telefonu götürüb scroll eləmək istəyib bir fırlamaq istəyəndə 5 dəqiqə girim çıxıram eləmə. Qoy qırağa. 5 dəqiqə zehninin dərinliklərində gəz. Gör orada nələr var. İllə vedalaşmaq, keçmiş versiyalarla vedalaşmaq və eyni zamanda eski zamanlarda sizə gələn şeylərdən güc almaq ciddi bir ali insan davranışıdır. Ümumiyyətlə biz üst şuura keçdikcə, alt şuurdakı tətiklərdən qurtulduqca, məntiq səviyyəmiz açıldıqca, zehin səviyyəmiz açıldıqca, avtomatik olaraq həyatımızda bizə yeni bir güc gəlir, yeni bir bacarıq. Və bu bacarığın adı özünü istifadə edə bilməkdir. Özü ilə kontakt qurmaq və hansı zamanlarda, hansı durumlarda olduğunu görməkdir. Mən istəyirəm, biraz da baxaq görək bu il sənə nələr öyrətdi. Bu il mən öyrəndim ki, koçluğu çox sevirəm. Və bu sevgi sözlərə sığmayacaq qədər çoxdur. Sonra mən bu il öyrəndim ki, sadəcə eləmək lazımdır. Bunu əslində bilirdim və təcrübə eləmişdim. Amma bu 2025-ci ildə daha fərqli formada oldu. Mən sadəcə bir yerdən eləməyə başladım. Yoxlamağa. Gəlin görüşək. Okey, gəlin görüşək. Gəlin gedək, birlikdə gildən qablar düzəldək. İştirakçılarla birlikdə gedib düzəldirik və gəlin birlikdə gedək, yemək yeyək. Gəlin gedək yeyək. Və çoxlu, qəşəng, özəl xatirələr, dolu-dolu il, arzularımın ötəsində sizinlə keçirdiyim möhtəşəm bir il oldu. Bu mənim üçün çox dəyərlidir və sözlərə sığmaz. Və sən də özündən soruş. Gör, sənə bu il nələr öyrətdi, nələr qatdı. Sən bu il nələr qazandın, nələr itirdin. Gör, sən bu il kim olmağı seçdin və növbəti illərdə və növbəti günlərdə, növbəti saniyələrdə kim olmağı seçəcəksən. Çünki sən seçdiyin adamsan və ona dönüşürsən. Hər şey, həyatın, iplər sənin əlindədir, sənin seçimindir. Özünə çox yaxşı bax. Mənimlə keçirdiyin bu müddət üçün sənə çox təşəkkür edirəm. Bilmirəm nə qədər vaxtı kanalımdasan, bilmirəm nə qədər vaxtı biz birlikdə dəyərli vaxt keçirdirik. Bilmirəm nə qədər vaxtı mənə yol yoldaşlığı eləyirsən, amma çox təşəkkür edirəm. Çünki mənim üçün çox dəyərlidir. Bəlkə də sizə qəribə gələcək, amma mən hələ də sizin hər hangi birinizin çöldə mənə yaxınlaşıb mənimlə görüşməsini qəbul edə bilmirəm. Mənə çatmır. Sən məni hardan tanıyırsan? Soru yadıma düşür ki, tamam. Tamam filan, sosial mediada açıq bir səhifəm var və insanlar bunu görür. Və ya işin daha komik qısmı, məsələn, hər hangi bir tədbir olur, bir şeylər olur, birisi ora davetiyə göndərir. Mən özümü çox qəribə hiss edirəm. Mənim qanatlarım çıxır ki, wow, mənim təlimimdə olub və ya hansısa proqramımda iştirak edib və qərar dəyişib və bugün o dəyişdiyi qərarı
izləməyə çağırır məni. Bu mənim üçün çox dəyərlidir. Və bunun sözlə ifadəsi yoxdur. Mənə görə gerçək sevginin sözlə ifadəsi mümkün deyil. O hərəkətlərdə görünür. Və mən bunu mümkün qədər hərəkətlərimdə sizə sosial mediada ötürdüyüm bilgilərlə, hansı ki, hətta çox bahalı təlimlərimin bəzi hissələrini paylaşıram. YouTube-da ciddi, dərin söhbətlər eləyirik. Mümkün qədər ötürməyə çalışıram. Telegram kanalımızda ani söhbət yayımları olur. Açıram və danışıram. Bunlar hamısı sevgi təzahürləridir. Bəziləriniz bəlkə də heç adınızı bilmirəm. Bəziləriniz bəlkə də elə sadəcə Telegramdakı isminiz var mənim yaddaşımda. Amma mənim üçün çox dəyərlisiniz. Bəziləriniz bəlkə heç follow eləmirsiniz. Sadəcə baxırsınız və bu da çox dəyərlidir. Çünki sən buradan nəsə götürürsən və əmin ol, sən buradan bir şey alırsansa, bu sevgini qəbul etməkdir və mənim üçün çox dəyərlidir. Sənə çox təşəkkür edirəm. Bu il üçün, bu aylar, bu günlər üçün təşəkkür edirəm. Yeni sezonda, yeni formada görüşərik. Əslində mənim üçün yeni sezonlar sentyabrda başlayır. Fəqət bu dəfə sentyabrda biz başladıq, Fiklabı yeni formata daşıdıq və məktəb layihəsini açıq elan elədik. Yanvardan isə formatda kiçik dəyişiklik edəcəyik. Sizə daha yaxın ola biləcəyik. Mən bunun üçün də çox həyəcanlıyam. Bu anı sizə təqdim eləmək üçün çox həyəcanlıyam. İnşallah çox düşündüyümüzün ötəsində günlərdə görüşərik, gözəl anlarda kəsişərik və bu ola bilər ki, çox faydalı, texnika dolu, çalışma dolu, aydınlanma dolu bir yayım olmadı. Amma dərin sevgi dolu olduğundan və bunu hiss etdiyinizdən çox əminəm. Çox təşəkkür edirəm. Özünüzə çox yaxşı baxın. Şərhlərdə görüşərik və biz sizinlə 2026-cı ildə daha fərqli, daha içdən, daha gerçək özünüz olaraq kəsişməyə niyyət edirik. Həqiqətən özünlə gün-bə-gün daha çox özünə yaxınlaşdığın bir yaşam, bir il, bir dövr arzulayıram sənə. Özünə çox yaxşı bax. Görüşərik. Hələlik. İndi bu videodan sonra gələn videoda deyirəm ki, bir ildə video çəkmirik.